Sona müəllimə. A2-nin iş dərsinə xoş gəldiniz. Açığı deyim, çoxdandır video çəkmirdim. Bu məni biraz narahat edirdi. Həm sizlər üçün darıxmışdım, sizin xoş sözləriniz üçün, həm də video çəkmək, sizləri məlumatlandırmaq mənim üçün xoş hal olduğu üçün darıxmışdım. Bugünkü videomuzda sizə A2-nin iş dərsi mövzusunu izah edəcəm. A2-nin iş dərsi mövzusunda biz nə edəcəyik? Deməli, mən lövhəyə 10 dənə feil, səhv etmirəmsə, 10 dənə sifət yazmışam. Həmin bu sifətlərdən, həm də feillərdən qəşəng, maraqlı cümlələr quracaq. İndi mən sual verir bilərsiniz ki, məsələn müəllimə, feil hara, sifət hara? Biz bunları necə birləşdirib cümlə qura bilərik? Çox normaldır, mən də olsam mən də deyərdim. Bunu bilməyiniz üçün cümlələrə baxmanız kifayətdir. Bilən bunu zəhmətimi skrin edeyim. Bunlar bizim feillərimiz, bunlar sifətlərimizdir. Bəlkə çoxunu bilirsə lap əla, bilmirsə problem yoxdur. Bərabər öyrənəcəyik, amma söz verin ki, öyrənəcəksiniz. Deməli, mən feillərdə funksiyon deyəcəm, qeydiyyata aparmaq istəyən aparar. Explain, izah etmək, organize, təşkil etmək, decide, qərar vermək, continue, davam etmək. Burada carry on-da yazmışam. Carry əslində nələrsə daşımaq deməkdir. Amma carry on-un mənası bir prepositionla birləşdiyi zaman olur davam etmək. Achieve, nail olmaq deməkdir. Prepare, hazırlamaq deməkdir. Communicate, ünsiyyət qurmaq. Improve, inkişaf etdirmək, yaxşılaşdırmaq. Plan, təşkil etmək, choose, seçmək deməkdir. Sifətlərimiz necessary, vacib, common, ümumi, adi, dangerous, risky, təhlükəli, expensive, bahalı, exciting, həyəcanlı, difficult, çətin, synonimlər hard, challenging, tough, unusual, qeyri-adi, extraordinary synonimidir, strange, qəribə, possible, mümkün. Yəni, bu bizim sifətlərimiz və feillərimiz oldu. Gəldik, bunları istifadə olmaq qaydasında. Bəli, mən iki videoda istifadə edəcəm, çünki lazımdır. Deməli, adjective plus infinitive qaydasının izahına başladıq. Deməli, adjective sifət deməkdir, bunu bilirik. Adjective yazdıq sifət. İndi mən sizdən burada balaca bir qeyd verim sizə infinitiv haqqında. Infinitiv nədir? Azərbaycan dilində izahlı lüğətlərdə feillər to ilə yazılır. Daha doğrusu məqlə yazılır. Yəni, məsələn, qaç yox, qaçmaq yazılır. Yəni, infinitivlər feilin to ilə olan formasıdır. Məsələn, normalda run, qaç deməkdir. Amma əgər mən qaçmaq demək istəyirəmsə, onun əvvəlində mütləq nə istifadə edəcəm? To. Məsələn, to run olacaq qaçmaq. Əlbəttə, infinitiv qaydası daha geniş bir mövzudur izah üçün. Amma mən sadəcə adjectivin infinitiv əlaqələndirdiyim üçün sizin üçün xırda bir izahat vermək istədim, belə deyim sizə. Yəni, infinitiv feilin to ilə işlənmiş formasıdır. To, run, qaçmaq. İndi, bu cümlələrdə cümlə sırası necə olur? Yəni, bizim formulamız belə desək, üstən istəyirəm. Yazıram burada formula. Yəni, düsturumuz belə deyək, formula. Okey, deməli, bu cümlələrə başlayırıq itdən. İndi izah edəcəm nə üçün itdən başlayırıq. It plus sifət plus məstər. Yəni, məstər yazmayaq, sizin daha yaxşı başa düşməyiniz üçün belə yazacağım. To plus fail. Belə bir şey yazdım. İndi biz gəlin birinci öyrənək. Bu adjective plus infinitive biz nə vaxt, harada və necə istifadə etməliyik? Deməli, bu cümlələr hər hansı bir situasiyaya, vəziyyətə qarşı olan bizim münasibətimizi bildirmək üçün istifadə olunur. Yəni, bu qaydanı biz bu məqsədlə istifadə edirik. Bu cümlələrdə itin heç bir mənası yoxdur. Yəni, it heç bir şəxs deyil, nəyisə bildirmir, nəyisə vurulamır. Sadəcə bu cümlələrdə it istifadə etmək lazımdır. İndi baxıram. Məktəbə hazırlaşmaq həyəcanlıdır. Həyəcanlıdır. Hazırlaşmaq məktəbə. Düzdürmü? İndi mən bu cümləyə başlayacağım itdən. Həyəcanlıdır. Olacaq it. Həyəcanlı nə deməkdir? Artıq biz videomuzdan bilirdik. Həyəcanlı olacaq exciting. Düzdürmü? Yazdım it exciting. Hazırlaşmaq. İti istifadə etdim, sifəti istifadə etdim, to'nu qoyuram. To'nu da yazdım. Hərəkətim nə idi? Hazırlaşmaq. Hazırlaşmaq nə idi? Prepare. Prepare də yazdım. Məktəbə, to school. Bunu da yazdım. Sonra ki, mən bu öyrənməsəm ki, deyirəm ki, it exciting to prepare to school. Baxıram ki, burada nəsə bir boşluq var, nəyisə yazmalıyam. Sonra baxıram ki, burada yazdım, həyəcanlıdır. Artıq biz A2 leveldə olduğumuz üçün bilirik ki, to be'nin formalarından
yəni hərəkət olmayan cümlələrdə to be formları istifadə olunur. Yəni burada həyəcanlıdır. Olacaq it is exciting to prepare to school or for school. Yəni burada it is dedim. It is exciting to prepare to school. It is həyəcanlıdır, hazırlaşmaq məktəbə. İndi hər şeyi izah etmək mümkün. Yaxşı ki, tez fərqinə vardım, video dayandırmış. Okey, yenidən sildim və yenidən yazdım. Hər şeyi izah etmək mümkün olacaq. Baxın, burada mümkündür demirəm, mümkün olacaq deyirəm. Deməli, gələcək zamandadır bu cümləmiz. Olacaq, it will be, mümkün nə deməkdir? Possible. It will be possible, izah etmək. Mən it istifadə etdim, sifəti istifadə etdim, daha sonra nə istifadə etməliyim? Infinitive, yəni to, izah etmək, explain, hər şey necə olacaq? Everything. Yes, everything. Və yox demək istəyirəm ki, hər şeyi izah etmək mümkün olmayacaq. İnkar formasını yazıram. Heç bir fərq yoxdur, olacaq. It will not be possible to explain everything. Yəni, mən bunun nə üçün belə xırdalıqlarından deyirəm? Biləsiniz ki, itdən sonra izin istifadə olunması labüd vəziyyət deyil. Yəni, cümlənin zamanına, kontekstinə uyğun olaraq it will be-də deyə bilərsiniz, it will not be-də deyə bilərsiniz, was not be, is not be. Yəni, bunlar istifadə oluna bilər itdən. Baxır bizim cümləmizin nəyinə? Sifətlə birləşmiş formasına. Və çox gözəl bir cümlə var. Böyük arzulara çatmaq baha başa gəlir. Böyük arzulara çatmaq baha başa gəlir. Bu cümləni qırmızı qələmlə yazmaq istəyirəm. Və bu cümlədə baha başa gəlmək nə deməkdir? Əslində burada bir məcazi məna var. Yəni baha başa gəlir bir məcazilik var. Həmin o məcazilik biz expensive-dən əvəz edirik. Yəni bahalıdır, düzdürmü? Expensive bahalıdır. Böyük arzulara çatmaq bahalıdır, yəni baha başa gəlir. Olacaq, bahalıdır. It is expensive, bahalıdır. Nə bahalıydı? Arzulara çatmaq. Əslində bunu burada olan feillərdə yazmalıydım mən. Eybi yoxdur. Çatmaq, yəni reallaşdırmaq, həyata keçirmək mənasında istifadə olması daha yaxşı ola bilər. Məsələn, burada çatmağın yerinə daha yaxşı çıxan həyata keçirmək yazaq. Həyata keçirmək. Həyata keçirmək nə deməkdir? Realize. Olacaq. It is expensive to realize. Böyük arzulara çatmaq baha başa gəlir. Okay. It is expensive to realize two big dreams. Yes. It's expensive to realize two big dreams. Böyük arzulara çatmaq baha başa gəlir. Bu formada oldu cümləmiz. İndi mən sizə ev tapşırığı verirəm. Ev tapşırığımız 2 cümlədən ibarətdir. Mən o cümlələri lövhədə ingilis dilində yazıram, daha düz Azərbaycan dilində yazıram. Siz o cümlələri, 2 cümlələri çoxdursa, mənə yorumlarda bildirəcəksiniz. Deməli, cümləmizin belə biri formadadır. İngilis dilini yaxşılaşdırmaq, yəni inkişaf etdirmək lazımdır. Birinci cümləmiz budur, ikinci cümləmiz isə budur. Pis havada maşın sürmək təhlükəlidir. Təhlükəli olacaq deyək. İki cümləmiz oldu. İngilis dilini yaxşılaşdırmaq lazımdır. Pis havada maşın sürmək təhlükəli olacaq. Yorum hissəsində rəylərdə mənim üçün bildirirsiniz. Hər birinə baxacağım. Ümidvaram ki, hər biriniz üçün düz olar. Səhv olsa problem yoxdur, buradayıq, həll edərik. Mən əgər səhv hər hansı bir nüans olsa, orada sizə qeyd edəcəm. Ümidvaram hər biriniz üçün aydın, anlaşıqlı bir video olubdur. Kanalımıza abunə olmağı, like atmağı unutmayın. Xoş sevgilərlə qalın. Növbəti videolarımızda